Salam, 7-ci sinif şagirdləri. Bu günləri biz 7-ci sinifdən fiziki kəmiyyətlər mövzusunun iş dəftərində test tapşırıqlarına baxacaq. Başlayaq. Burada bildirir ki, A nöqtəsindən B nöqtəsinə qədər olan məsafə 6 addımdır. Yəni buradan bura qədər olan məsafə 6 addımdır. A və B nöqtələri arasındakı məsafə neçə metrdir? Və burada qeyd edib ki, bir addım 75 sm-ə bərabərdir. Əgər bir addım 75 sm-ə bərabərdirsə, bəs 6 addım neçə santimetrə bərabərdir? Onda 6-nı biz vuracaq 75 sm, o da bərabərdir 450 sm. Bildiyimiz kimi santimetrdən metrə keçmək üçün 1 santimetrimiz 0,1 metrə bərabərdir. Onda aldığımız həmin bu 450 santimetri biz 100-ə bölməliyik. 450 bölünsün 100, o da bərabər 4,5 metr olacaq. Cavabımız oldu B variantı. Növbəti tapşırıq. Kitab rəfinin hündürlüyü 4 qarış və 5 düyümdür. Rəfin hündürlüyü neçə metrdir? Və hər bir qarışı 20 sm, bir düyüm isə 2,54 sm qəbul edib. Baxın, burada da göstərir. Əvvəlcə biz 4 qarışı tapaq görək, bu neçə santimetrdir? Əgər bir qarış 20-dirsə, 4 qarış 4 vurulsun 20, yəni 80 sm bərabərdir. 5 düyüm. 5 düyüm bərabərdir. 5 vurulsun 2,54 sm. O da bərabərdir 12,7 sm. Bizə ümumi hündürlük lazım olduğundan aldığımız ədədləri toplayacaq. Yəni 80 sm üstə gəlinsin 12,7 sm. Bu da bərabərdir 92,7 sm. Biz aldıq cavabı santimetrlə. Amma bizdə nə ilə soruşur? Neçə metrdir? Onda biz yenə santimetrdən metrə keçəcəyik. Aldığımız kəmiyyət ədədini 100-ə bölməliyik. Bu da olacaq 0,927 metr. Keçək növbət tapşırığa. Açar sözlər. Verilmiş söz və ifadələrdən istifadə edərək mətni tamamla. Fiziki hadisələri öyrənən alimlər müşahidə və burada qeyd edəcək ölçmə aparmaqla bu hadisələr haqqında məlumat toplayırlar. Hadisələri öyrənmək üçün fiziki kəmiyyətlərdən istifadə olunur. Fiziki kəmiyyət. Cisim və ya hadisənin ölçmə və ya hesablama ilə müəyyən olunmuş xüsusiyyətləri fiziki kəmiyyətlər adlanır. Uzunluq, sıxlıq və həcm kimi kəmiyyətlər fiziki kəmiyyətlərdir. 4-cü tapşırıq. Şaxələndirmə sxemini nümunəyə uyğun doldur. Baxırıq ki, burada uzunluq yazılıb. Burada uzunluq nə ilə işarə olunur? El hərfi ilə bu qeyd olunub və vahidi. İndi baxıram M. M hərfi ilə ifadə olunan fiziki kəmiyyətimiz hansıdır? Kütlə. Kütlənin vahidi nədir? Kiloqram. Saniyə. Saniyə nəyin vahididir? Zamanın. Bəs zaman hansı hərfinə işarə olunur? T hərfi ilə. Növbəti tapşırıq. 5-ci tapşırıq. Verilmiş uzunluqlardan hansı daha böyükdür? Bu cür tapşırıqlarda əsas məsələ verilən vahidlərin hamısını eyni bir vahidə gətirməkdir. Mən burada hamısını metrə gətirəcəm. 0,2 kilometr neçə metrdir dedikdə aldığımız ədədi minə vururuq. Bərabərdir 20 metr. Digəri 15 metr, digəri 40 desimetr. Biz bilirik ki, 1 desimetrimiz 0,1 metrdir. Onda 40 desimetrimiz ona böldükdə eləyəcək 4 metr. Digəri 0,5 santimetrdir. Bildiyimiz kimi 1 santimetr 0,1 metrdir. Onda aldığımız ədədi 100-ə böləcək. 0,5-i 100-ə böldükdə 0,5 metr edəcək.
Digəri isə 60 millimetr. Bilirik ki, 1 millimetrimiz 0,1000 metrə bərabərdir. 60'ı da biz burada 1000'ə böləndə 0,6 metr alacaq. Deməli, biz burada müqayisə edəcəyik nələr? 20 metr, 15 metr, 4 metr, 1000'də 5 metr və 106 metr. Bizə lazımdır ki, hansı daha böyükdür? Cavab olaraq alacaq A variantı. Davam edək. 6-cı tapşırıq. Cisimlərin kütlələrinin artan sıra ilə düzülüşü hansı variantda düzgün göstərilir? Burada da yenə eyni qaydada kəmiyyətləri eyni bir vahidə gətirməliyik. Mən yenə də bunların hamısını eyni vahidə gətirmək üçün qrama gətirəcəm. Baxaq, 0,45 kiloqram. 1 kiloqramımız, bildiyimiz kimi 1 kiloqramımız 1000 qramdır. Deməli, burada 0,45 kiloqramı qrama çevirmək üçün bunu 1000'ə vuracaq. Vurulsun 1000, o da bərabərdir 450 qram. Deməli, birinci oldu bizdə 450 qram. Keçirəm ikinciyə. Milliqramdan verib. Biz bilirik ki, 1 milliqram 0,1000'də 1 qrama bərabərdir. Onda aldığım bu ədədi 1000'ə bölməliyəm. 160 mini böləcəyik 1000'ə. Olacaq 160 qram. Deməli, artıq bu 160 qramdır. Digəri isə özü ilə 650 qramda qalır. Bizə bildirir ki, artan sırayla düz. Artan sıra o deməkdir ki, yəni azdan çoxa düzməliyik. Bizdə ən kiçik hansıdır? M2 kiçikdir. Sonra gəlir M1, o da kiçikdir. M3. Ona görə cavab olacaq bizdə bu variantı. 7-ci tapşırıq. Aşağıdakı müddətləri müqayisə et. Deməli, mən burada baxıram. T1 ilə T4'də 60 dəqiqə və 1 saat. Bildiyiniz kimi elə 1 saat özü 60 dəqiqədir. Onda buradan qeyd edə bilərəm ki, T1 bərabərdir T4. Digər halda 60 saniyə və 1 dəqiqə. Bəli, bunlar da bir-birinə bərabərdir. 1 dəqiqəmiz 60 saniyədir. T2 bərabərdir T3. Amma biz bilirik ki, həmişə saat dəqiqədən böyükdür. Ona görə T1 ilə T4 bir-birinə bərabər, T2, T3 bir-birinə bərabər. Onlar isə T1 ilə T4 isə digərlərindən böyükdür. 8-ci tapşırıq. Aşağıdakılardan hansı teoremə vahiddir? Biz ümumiyyətlə əsas vahidləri keçmişik. Məsələn, saniyə əsas vahiddir beynəlxalq vahidlər sistemində, metr əsas vahid, kiloqram əsas vahid. Amma metr böl saniyə və kub metr teoremə vahidlərdir. Hansı ki, bunlar əsas vahidlərlə ifadə olunmuşdur. 8-ci tapşırıq, 9-cu tapşırıq. Tərəflərinin uzunluğu 50 desimetr və 80 desimetr olan düzbucağının sahəsini hesabla. Baxın, deyək ki, bunun eni 50 desimetr, uzunluğu isə 80 desimetrdir. Və bizə bildirir ki, bunu metr kvadratını ifadə edir. Onda mən əvvəlindən bunları metrə keçə bilərəm. Bayaq qeyd etdiyimiz kimi 1 desimetr 0,1 metrdir. Yerinə qoysaq 50-ni 10'a böləcəm 5 metr, 80'i 10'a böləndə 8 metr. Bilirik ki, düzbucaqlının sahəsi A vur B, yəni eni ilə uzunluğunun hasilinə bərabərdir. 5 metr vurulsun 8 metr, bu da bərabərdir 40 metrin kvadratı. Deməli, cavabımız oldu 40 metrin kvadratı. 10-cu tapşırıq. Tili 20 santimetr olan kubun həcmini hesabla. Mən tilə bir dənə A deyirəm. Bu da 20 santimetr. Yenə baxıram. Burada deyir ki, vahidi desimetr kubu ilə. Onda gəlin biz elə bunu desimetr kubuna çevirək. Desimetrə çevirək birinci. 1 santimetrimiz 0,1 desimetrdir. Onda ədədi ona böləcəm. Edəcək 2 desimetr. Və biz bilirik ki, kubun həcmi V hərfi ilə işarə olunur. A vur A vur A, yəni kubun həcmi A'nın kubuna bərabərdir. 2 vurulsun 2 vurulsun 2, o da bərabərdir 8 desimetrlər olduğundan olacaq desimetrin kubu.
Cavab oldu 8 desimetrin kubu. Növbəti tapşırıq 11. Avtomobilin sürəti 36 km/saat olarsa, onun sürətini metr bölü saniyə ilə, yəni əsas vahidlərlə ifadə etməliyik. Deməli, baxaq. 36 km bölünsün saat verib bizə bərabərdir. Bunu keçirəm metr bölünsün saniyəyə. Bu tip çevrilmələrdə qarşıdakı ədədi olduğu kimi saxlayıram. 36-nı saxladım. 1 kilometr neçə metrdir? Sualına cavab tapırıq. 1000 metr, vurulsun 1000 metr, bölünsün. Bəs 1 saat neçə saniyədir? 3600 saniyə. İxtisarlarımızı aparıq riyaziyyatdan. 36 ilə getdi, qaldı 10 metr bölünsün saniyə. Deməli, cavabımız 10 metr bölünsün saniyə. Növbəti tapşırığa keçək. Ən sonuncu. Cismin kütləsi 136 qram, həcmi isə 10 kub santimetr olarsa, onun sıxlığını hesablayın. Cavabı kiloqram bölü kub metrlə ifadə edin. Yazıram, verilir. Bizə nə verir? Deyir, kütləsi, kütlə hansı hərflə işarə olunur? M. 136 qram, həcmi isə 10 kub santimetrdir. Həcm hansı hərflə işarə olunur? V. 10 kub santimetr. Onun sıxlığını hesabla. Rho bərabərdir sual. Bizə deyir ki, vahidi kiloqram və kub metr. Gəlin biz onda 136 qramı keçək kiloqrama. Bayaq dediyimiz kimi 1 qramımız 0,1 kiloqrama bərabərdir. Onda 136-nı böləcəyik 1000-ə. 0,136 kiloqram. 10 kub santimetr. Deməli, biz bilirik ki, 1 kub santimetr 0,1 metrin kubuna bərabərdir. Deməli, aldığım ədədi milyona bölməliyəm. Onda 0,100.000-də 1 alacaq. Metrin kubu. Bizdən soruşur sıxlığı. Sıxlığın düsturu Rho bərabərdir M böl V. 6-cı sinifdə keçmişik. Həll. Nə var, nə yox, gətirib yerinə yazırıq. Rho bərabərdir. M-in yerində nə dayanıb? 0,36 qram kiloqram. V-nin yerində isə 0,100.000-də 1 kub metr. Bunu da biz hesablayanda 13.600 kiloqram bölünsün kub metr alacaq. Yəni yekun cavabımız 13.600 kiloqram bölünsün kub metr.